Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem, kim səhər və axşam çağı məscidə gedərsə, yəni ibadət üçün, Allah Taala ona hər gedib gəlişində cənnətə ziyafət hazırlayar. Bu hədis göstərir ki, məscidlərdə cəmaət namazı qılmaq fəzilətdir. Bəli, sən evdə də o cəmaatı qıla bilərsən. Məsələn, olursan elə bir yerdəsən ki, məsələn, məscidə getməmsən, cəmaat var 10-15 qılırsan. Lakin məsciddəki cəmaat namazın fəzilətini vermir. Çünki məscid üçün ayrıca fəzilətlər var. Dəstəmaz alıb getmək, başa düşdü necə, ön səfdə oturmaq və s. nə qədər bu haqda hədislər. Lakin bu evdə buna gəlməyib axı. Evdə cəmaat qılsan da bu haqda gəlmir. Uzaq başı nədir burada? Say söhbəti var. Amma məsciddə qılınan namazlar, cəmaat təbii ki, namazların söhbət gedir. Onların fəziləti ayrıdır. Onlardan biri də bax bu hədisdir. Hər dəfə gedib gəldikcə bir Allah Taala cənnətdə onun üçün bir ziyafət hazırlayar. İmkan daxilində məsciddə qıl. Əgər belə bir işin yoxdursa, məscidə gedib gələ bilirsənsə, yəni özü bu xeyirlərdən məhrum eləmə, məscidlərdə namaz qıl. Çünki məscidlərdə qılınan cəmaat namazları Allah üçün çox sevimlidir.